Yığışın, yeni evə köçürük. Niyə, hansı səbəbdən və nə üçün hamısını sizinlə bölüşəcəm. İndi sizə aparıram 2 yeni evə baxmağa. Sitə barədə fikirlərinizi rəylərdə yazın. Bu birinci sitədir, hər şey gözəl görünür, 2 böyük hovuzu var. Amma bura sanki biraz otel vibe verir. Birinci mərtəbəsi isə səhv eləmirəmsə ofisdir. Qalxırıq liftlə mərtəbəmizə. Evə girəndə bizi Amerikan mətbəx qarşılayır və böyük zal. Bilmirəm, ev mənə balaca gəldi. Çox qəşəngdir, səliqəlidir, hətta yenidir. Amma bu modern stili məni sıxır. Evdə sanki otel vibe var. Yəni bu evə gəlib bir həftə qalıb çıxa bilərsən də. Yəni elə bil ki, burada yaşamaq biraz mənə çətin gələr. Hər şey gözəldir, amma boz və standart rənglərdə. Siz nə düşünürsünüz? Bu isə balkondan mənzərəsidir. Gəlirik ikinci evə. Teymurdan bir ayda ardası bu ev barədə danışırıq. Əvvəl mən deyirdim ki, daha modern və sadə istəyirəm, amma görəndən sonra dedim ki, yox. Bu arada bu bizim bağçamızdır. Birinci mərtəbə olduğu üçün qaranlıq görsənə bilər, çünki bütün pəncərələr qapalıdır. Bundan əvvəlki 2+1 idi, bu isə 3+1-dir. Nərgiz dedi ki, bu mənim otağım olsun. Ümumiyyətlə bu evin mebeli mənim indi qaldığım evdən daha səliqəlidir. Burada qaranlıq görsənir. Bu arada bu bizim yataq otağımızdır. Burada da bir vanna otağı var və balkon. Məncə evə sadəcə Esanın toxunuşları çat. Evin ən gözəl hissəsi balkondur. Buranı çox gözəl və səliqəli edəcəm. Yadınızdadırsa İzmirdə ikinci evdə çox gözəl mətbəxim var idi. Elə bu evin də mətbəxinə aşiq oldum. Bilməm, bu evdə rusca deyəcəm, uyut var. Fərqli rənglərdir, standart deyil. İndi siz fikirlərinizi rəylərdə yazın. Siz olsaz hansı evi seçərdiniz?